Bu həftə içində Hazreti Muhammedin torunu Hazreti Hüseyin ilə 72 arkadaşının Kərbəlada şəhid edilişinin 1373-cü yıl dönümü dolayısıyla həm Türkiyədə, həm Azərbaycanda və dünyanın bütün müsəlman ölkələrində çeşitli etkinliklər keçirildi və Kərbəla şəhidləri anıldı. Təbii ki, mən də bir müsəlman türkü olaraq özümə borc bildim ki, bu proqramımda Kərbəla şəhidlərini anım. Həzrəti Peyğəmbərimizin simasında bütün Əhl-i Beytin, imamlarımızın ruhu şad olsun deyirəm. Və şöyle söyleyeyim, İmam Hüseyin insanlıq əqidəsinin bir simasıdır, öndə gələnidir. Allah Teala hər insana hidayət versin inşallah deyirəm və bizləri Peyğəmbər ümmətindən eyləsin. Buyurun. Hüseynə yerlər ağlar, göylər ağlar. Bətul-i Mürtəza, Peyğəmbər ağlar. Hüseynin nohəsin diriliş yazanda müsəlman səhlidir ki, kafər ağlar. Kör olmuş gözlərin qan tutdu şimrin ki, görsün öz əlində xəncər ağlar. Hüseynin köynəyi Zəhra əlində çəkər qeyha qiyamət, məhşər ağlar. Atanda hərməla ox Kərbəlada, görəydin düşmən ağlar, ləşkər ağlar. Qucağında görəydin Ümmü Leyla, alıb nəşi, Əli Əkbər ağlar. Rübab niskil döşündə süd görəndə, Əli əskəri yad eylər, ağlar, ağlar. Başında Kəkül Əkbər havası, yel ağlar, sümbül ağlar, ənbər ağlar. Yazanda Ali Taha nohəsin mən, qələm gördüm sızıldar. Dəftər ağlar, dəftər ağlar. Əli Şəqqül Qəmər, Mehrab, Tilit qan, qulaq ver məscid oxşar, mənbər ağlar. Əlidən Şəhriyar sən bir işarə, qucaqlar qəbri, Malik Əştər ağlar. Qucaqlar qəbri, Malik Əştər ağlar. Əştər ağlar.
İmam Hüseynimizin və 72 arkadaşının simasında, Türk dünyasında təbii ki, ayırt etmədən bütün savaşlarda, bütün zamanlarda şəhid olan şəhidlərimizin, torpaq uğrunda şəhid olanlarımızın ruhu şad olsun deyirəm.